Aleyhisselamın əshabından olan bir şəxs, imamı görən, özü də bir dövlətli, zəngin bir adam, həsəb-nəsəbli bir adam. Bunun nökərlərindən, qulamlarından biri ki, atəşpərəst idi. Bəli, o qulamı yanında görməyincə, baxıb görür ki, qulam, nökər ondan geridə qalıbdır. Əsəblənir, ona bir söyüş nökərinə ki, üzr istəyirəm, valideyn, yəni ana söyüşü ki, belə ki, filan qadının oğlu, ki, pozğun qadının oğlu mənasında kobud bir söyüş söyür. İmam Sadiq əleyhissalatu vəssalam onu tənbih eləyir. Hətta o şəxs üzrxahlıq belə gətirir. İmam əleyhissalam onu danlayır, məzəmmət eləyir. Yəni, oğlan atəşpərəst olsa da belə, yəni, mümin bu söyüşü söyməz. Yazırlar, biz bir daha İmam Sadiq əleyhissalamı onunla görmədi. Yəni, o şəxsi imam dəvət eləsin, imamın yanında olsun, imam öz yanında ona yer versin. Bir daha İmam Sadiq əleyhissalamı o şəxslə görmədik. Bəli, neçə şey insanın malından, qazancından bərəkəti uzaqlaşdırar. Biri söyüş söyməklikdir. Başqa bir amil, mən qəşşə əxahul muslim, nəzəəllahul bərəkətə min umrihi. Hər kəs qəşş edərsə müsəlman qardaşı ilə. Qəşş nədir, dəyərli izləyicilər? Yəni, məsələn, alverdə qəşş etmək odur ki, bir şəxs süt satır, ona su qatıb satır. Ya taxıl satır, ona çör-çöp torpağı qatıb satır. İndiki zamanda, məsələn, bir yerin malıdır, başqa bir ölkədən gəlib, ya elə burada istehsal olunubdur, onu bir Avropanın filan ölkəsindən gətirilmiş bir maldır, üstünə bir bahalı başqa bir ölkənin adın, bir etiketin yapışdırır ki, baha bir qiymətə satır. Buna qəşş deyərlər. Peyğəmbər əleyhissalam, məsum imamlarımızın bu barədə çoxlu sifarişləri var, nəhy eləyibdir bunu. Bu işdən nəhy eləyiblər, çəkindiriblər və buyurubdur Həzrət mən qəşşə əxahul muslim, nəzəəllahul bərəkətə min umrihi. Hər kəs öz müsəlman qardaşı ilə bu cürə rəftar edərsə, bu cürə qəşş edərsə, Allah Teala nəinki onun malından, qazancından, Allah onun ömründən bərəkəti götürər. Bir nəfər sual elədi, Həzrət İmam Sadiq əleyhissalamdan, Yəbnə Rəsulillah, riba haqqında soruşdu. Qur'an-ı Kərimdə Bəqərə surəsində biz oxuyuruq ki, Allah Teala artırmaz riba verənlərin, sələmçilik eləyənlərin, sələmə pul verənlərin ki, ən böyük günahlardandır bu. Allah onların qazancını artırmaz. Amma biz görürük, tanıyırıq filan kəs, məsələn, 100 mini vardı, o işlə məşğuldur. İndi görürük ki, 500 mini var, milyonu vardır. Bəs biz görürük axı artıq. Həzrət buyurdu ki, Allah bərəkəti götürər onların qazancından. Onların ömründən, onların qazancından bərəkət götürürlər. Baxmayaraq qazancı, gəliri çox olsa da belə, lakin onun şirinliyi duymazlar. Onun bərəkəti olmaz. Aqibətləri, dünya və üqbada, ahirətdə aqibətləri çox acınacaqlı olacaqdır. Bərəkəti aradan aparan amillərdən biri, o işlərdən biri, mən istəxəffə bis-səlah, nəzəəllahul bərəkətə min rizqih və umrihi. İmam Sadiq əleyhissalam buyurubdur ki, hər kəs namazı yüngül tutarsa, demir ha, namaz qılmayan, o bir günah, böyük bir günah. Hətta bir kəs namazı yüngül tutarsa, namaza əhəmiyyətsiz yanaşır, yüngül tutur, laf namaz qılandır belə. Lakin ikinci, üçüncü dərəcəli bir iş kimi baxır. Yüngül sayır namazı. Vaxtında qılmır. Üzürsüz səbəbə görə təxirə salır. Hər kəs namazı yüngül tutarsa, Allah onun rizqindən, onun qazancından, dolanışığından və ömründən Allah bərəkəti götürər. Bütün peyğəmbərlər, bütün vəsilər, əimmə-i əthar əleyhimussalatu vəssalam son anlarında belə namazı tapşırıblar, namazdan müğayət olmağı. Əmirul Müminin Həzrət Əli əleyhissalam döyüşlərin birində Həzrətin əshabından biri baxdı, gördü ki, müharibə, cəng gedə-gedə göyə baxır. Günü gözləyir, günəşə tərəf baxır.
sual eləyəndə Həzrət buyurdu ki, bəs namaz fota gelməsin, namazı gözləyirəm. Ki, onun da bir var, əlbəttə ki, orada namaz qılmağın. Dedi, ya əmirəl müminin, bu vəziyyətdə də namaz, dedi, bizim müharibəmiz, bizim cəngimiz, bu vuruşmağımız bəyəm namazın qalması üçün deyilmi? Namaza görə, Allahın əhkamına görə deyilmi? Bəli. Həzrəti İbrahim Peyğəmbər əla nəbiyyinə və alihi və aleyhissalam Məkkə-i Mükərrəmədə Kəbəni bina eləyəndə dua elədi və istədiyi duadan, o kəlmələrdən biri də buydu ki, Allah, ki, buradan mənim övladlarım, ki, övladlarının içərisindən bir Peyğəmbər çıxmasını ki, bu da ibarətdir Xatəmül Ənbiyə Həzrət Peyğəmbər əleyhissalamla və öz nəsli üçün, övladı üçün nə istədi? Liyuqimussəlah. Allah ki, bura bərəkət vergilən ki, burada namaz bərpa olunsun, namaz qılsın. Bəli. Neçə şey insandan ki, bərəkəti insanın ömründən, insanın qazancından bərəkəti aparar. Biri də əmr biməruf və nəh ənil münkər, yəni yaxşı işlərə, vacib işlərə əmr etməyi və pis işlərdən çəkindirməyi, tərk eləmək. İnsan əmr biməruf etməzsə, yaxşılığa dəvət eləyib, pislikdən çəkindirməzsə, Allah Teala onun ömründən, qazancından bərəkəti götürər. Ki, görür cavanların fəsada düşməsini, görür bəlkə bəyənilməyən işlərlə vaciblər tərk olunur, pis işlər həyata keçirilir. Bunu görür, lakin buna etiraz eləmir, əmr biməruf eləmir, nəh əz münkər eləmirsə, mənə qalmayıb, mən niyə deməliyəm, danışmalıyam. Bu cürədirsə, Allah Teala o şəxsin ömründən və qazancından Allah bərəkəti götürər və ündə o işlərdən biridir ki, insanın ömründən və qazancından, dolanışığından, yaşayışından bərəkəti götürər. Zəmanə imamı ilə rabitəni qırmaq. İmam Zaman Ağa Əlcəlallahu Fərəcəhu Şərif. Bizlər gərək çalışaq, hər gün o Həzrətin səlamətliyi üçün dua eləyək. Allahümmə kulli vəliyyikəl hüccət ibn-i Həsən ki, fərəc duasını oxuyaq. Nə gözəl olar ki, möminlər, insanlar hər gün İmam Zaman Ağanın səlamətliyindən ötəri sədəqə versinlər. İmamla rabitəsi olsunlar. Ki, zamanı imamı ilə rabitənin olmaması insanın ömründən və dolanışığından bərəkəti götürürlər. Ömürlər qısalar. Mal dövlətin, sərvətin şirinliyi olmaz, bərəkəti olmaz. Allah'ın ver İzzət-i Cəlalına, Allah ömrümüzə, qazancımıza Allah bərəkət versin inşallah. Və İmam Zaman Ağa Əlcəlallahu Fərəcəhu Şərifin zuhuru ilə qəlbimizi şad, gözlərimizi nurani eləsin. İmam Zaman Ağa ilə olan rabitəmizi, irtibatımızı Allah Teala daha möhkəm etsin inşallah. Bu işdə Allah'tan tövfiq diləyirik. Növbəti verilişlərdə görüşmək ümidi ilə sizləri Allah'a tapşırıram. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.